Deyirlər, dana ətini bişirmək səbr istəyir. Amma az adam bilir ki, bu səbir ən qədim aşbazlıq simvollarından biridir. Keçmişdə Osmanlı sarayında şirəli ət yalnız səfərdən qayıdan sərkərdələr üçün bişirilərmiş. Əti bir gecə əvvəl nar şirəsində qoz ləpəsi və bal ilə ovardılar ki, həm yumşalsın, həm də içi şirə kimi də olsun. Burada isə əsas məqsəd sadəcə ətin yumşalması deyildi, səbrin və zəhmətin dadını hiss etmək idi. Bizdə isə deyirlər ki, şirəli dana əti əsasən Qarabağ bölgəsində bişirilir. Əslində bu yalnız bir yemək deyil, bir ənənədir, xüsusilə Qarabağ süfrələrində.